Hər kəsə salam əziz izləyicilər. Siz Gələcəkdəki Mən layihəsinin növbəti buraxılışını izləyirsiniz. Bugünkü mövzumuz sənaye mühəndisliyidir və bu haqqda bizə mütəxəssis Sevil xanım məlumat verəcəkdir. Sizi xoş gördük. Xoş gördük. İlk sualımız özünüzü təqdim edərsiniz zəhmət olmasa. Sevil İmanova, Bakı Mühəndislik Universitetində strategiya və keyfiyyət təminatı idarə etməsi strukturunun rəhbəriyəm. Eyni zamanda Azərbaycan Sənaye Mühəndisləri Assosiasiyasının da qurucusuyum. Təşəkkür edirəm. Zəhmət olmasa sənaye mühəndisliyi ixtisasına necə gəldiniz? Bu ixtisası necə seçdiyiniz barəsində danışardınız? Mən Azərbaycandan ilk sənaye mühəndisliyi ixtisasından məzun olanlardan biriyəm. Yəni ilk dəfə dediyimiz kimi 98-99-cu illərdə yeni, yəni 94-də ilk dəfə açılıb, 93-də, 94-də ilk dəfə açılıb və ilk məzunlarından olmuşuq. Necə gəlmişəm sualı biraz qəribə olacaq. Niyə? Çünki biz o dövrdə ümumiyyətlə bu ixtisas haqqında məlumatlı deyildik. Hal-hazırda bu sahə haqqında informasiya əldə etmək daha asandır, nəinki bizim dövrümüzdə. Nə internet vasitəsi var idi, nə də ümumiyyətlə ölkə üçün yeni bir sahə idi və sadəcə olaraq marağımı doğuran tərəf oldu ki, mən kifayət qədər fərqli sahələrdə təhsil almaq istəsəm də, yəni tibbdə təhsil almaq düşünürdüm, amma daha sonradan tibb və digər sahələrini buraxıb sırf mühəndislik sahəsinə yönəlməyə qərar verdim və burada da ən böyük dəstəkçi mənim atam oldu, yəni seçimimdə. Marağım da ondan ibarət oldu ki, getdiyim universitetdə bunu mənə ilk gündən sevdirdilər. Çox yaxşı ki, bu ixtisası seçmişəm deyə bilərəm. Bax, belə bu şəkildə gəlmişəm. Minnətdaram. Sənaye mühəndisliyi sizə görə nə deməkdir? Sənaye mühəndisliyi sözünün ümumi olaraq baxdığımızda dünyada çox fərqli şəkildə ifadələri var, yəni tərifləri var. Ən əsası da odur ki, biz sənaye mühəndisliyi dediyimizdə başqa adı ilə buna sistem mühəndisliyi də deyirlər və ya insan mühəndisliyi, hətta bu adı da var dünyada. Amma sənaye mühəndisliyidə əsas məsələ odur ki, siz maşın, avadanlıq, pul, sərmayə, daha sonra insan və bunların hamısının bir vəhdət şəklində effektiv bir şəkildə işləməyini və optimallaşdırılmasını təmin edirsiniz və eyni zamanda buradakı ən vacib nüanslardan biri də hər zaman bütün sistemin içərisindəki ən vacib olan faktor insanı öndə tutursunuz. Yəni hər işiniz, hər bir məsələniz insanın daha rahat çalışa bilməsi üçündür. İnsanların səmərəli bir şəkildə özlərini ifadə etmələridir. Bunlar hamısı insan mühəndisliyinin və insan faktorunun əsasını qoyur. Daha sadə dildə desək, hər şeyin ən yaxşısını eləmək, ən keyfiyyətlisini eləmək, ən optimalını eləmək, ən yaxşı istehsal metodunu seçmək, bu ənləri necəsə həyatına tətbiq eləməkdir. Təşəkkürlər. Bəs sizə görə bu sahədə gərəkli bilik və bacarıqlar hansılardır? Sənaye mühəndisi dediyimiz zaman niyəsə hər kəsin gözünün önünə ancaq fabrik və zavodlar gəlir. Amma sənaye mühəndisi bu deyil. Sənaye mühəndisliyi biraz öncə dediklərimin hamısının yanında bir də idarə etmə bacarığının yüksək səviyyədə olmalıdır. Və əlbəttə ki, burada istər riyaziyyat, fizika biliklərinin sahib olmağı, eyni zamanda analiz etməyi, sistemi öyrənməyi bacarmalı və üçüncüsü də idarə etmə bacarıqlarının yüksək olmalıdır. Və ona görə də biz sənaye mühəndisliyi dediyimiz zaman biraz da bu istiqamətdən baxmalıyıq ki, sənaye mühəndisliyi sadəcə mühəndis deyil, idarə etmə bacarıqlarını da özündə əhatə edən və bu bacarıqları da yiyələn, daha sonra kommunikasiyasını düzgün qura bilən, kommunikasiya bacarıqları güclü olan insanlardır. Ona görə də günbəgün bu sahə üzrə gedən belə deyək, tələblərin artırıldığını da görmək mümkündür. Bu sahənin məzunları harda və nə iş ilə məşğul ola bilərlər, çalışa bilərlər? Sənaye mühəndisləri hər yerdə işləyə bilərlər. Elə bir sahə yoxdur ki, orada sənaye mühəndisi olmasın. Çünki ilk vacib nüanslardan biri odur. Bilmirəm, siz Bingo Bongo filminə baxmısınız? Adriana Celentano'nun bir filmi var. Bu demək balaca olanda qəzaya uğrayır samolyot və meymunlar tərəfindən böyüdülür. Bir müddətdən sonra İtaliyadakı
eksperiment laboratoriyada bunu aparırlar laboratoriyaya və laboratoriyada bunu sancıllaşdırmağa çalışırlar artıq. Çünki meymunların arasında tərbiyə alıb da. Bir müddət gəlir, bu artıq normal yeriyir, amma danışmır. Yəni insan kimi danışmır və buna əlinə şəkillər verirlər. Və şəkillərdə də insanları və heyvanları ayırmağa xahiş edirlər. Demək, heyvanları ayırır, bir tərəfə qoyur, insanları ayırır, bir tərəfə qoyur. Axırda öz şəkli olur, gətirir qoyur ortaya. Yəni nə insanam, nə də ki heyvanam. Sənaye mühəndisləri mühəndislik və idarəetmənin arasında olduqlarına görə, çox şaxəli olduqlarına görə bu istiqamətdə elə bir sahə yoxdur ki, orada işləyə bilməsinlər. Bununla əlaqəli ABIT-in, Amerika təşkilatının çəkdiyi qısa bir film var ki, harda onlar böyük şirkətlərdəki sənaye mühəndislərinin hansı sahələrdə işlədiklərini göstəriblər. Walt Disney-dən tutmuş NASA-ya qədər çox böyük logistika şirkətlərinə baxdığınız zaman kifayət qədər çox siz sənaye mühəndisi görə bilərsiniz. Çünki iş optimallaşdırmaya gəlirsə, effektiv yolların axtarılmasına gəlirsə, sistem analizinə gəlirsə, bu deməkdir ki, bu istiqamət hər yerdə lazımdır. Hətta xəstəxanalarda, IT sektorunda, xidmət sektorlarında, istehsalat sektorlarında, xidmət sektorlarını açsaz belə bank sektorunda hal-hazırda kifayət qədər çox sənaye mühəndisləri var. Və bunu da vurğulamaq istəyirəm ki, sənaye mühəndisinin eyni zamanda istiqamətləri o qədər genişdir ki, siz oxuduğunuz müddət içərisində artıq sizə uyğun olaraq hansı istiqamət sizə daha uyğun və rahat gəlirsə, o istiqaməti seçib özünüzü inkişaf elətdirə bilərsiniz. Və bu da çox vacib faktordur ki, insanlar hər tərəfli yetişirlər. İndi hal-hazırda sahələrə baxsaq, sahələr çox dar çərçivədə gedirik biz. Misal, buna görə bir nümunə verəcəm sizə. Amerikada bir dostumuz bir həkimə gedir və həkim orada qolunun bu hissəsi ağrıyır. Gedir hansısa bir həkimə, həkim deyir ki, mən buraya qədər baxıram, o birisi deyir ki, mən buradan bu tərəfə baxıram, deyək ki, bu hissəyə baxan yoxdur. Yəni bu şəkildə o qədər dar çərçivədə ixtisaslaşma gedir ki, müəyyən yerlərdə hər şeyi bilən insanlara ehtiyac var. Əlbəttə ki, hər şeyi bilmək imkansızdır, amma məlumatlı olmaq. Və əgər siz məlumatlısınızsa, siz artıq burada nəyi necə idarə edəcəyinizi bilirsiniz və ən azından məlumatı hardan əldə edəcəyinizi bilirsiniz. Ona görə də sənaye mühəndislərinin ən böyük üstünlüyü ondan ibarətdir ki, fizika, riyaziyyat deyək, bu sahələri, dəqiq elmləri, fundamental elmləri bildikləri qədər maliyyə və idarəetmə sahəsini də məlumatlı olduqlarına görə çox asanlıqla adaptasiya olmağı bacarırlar və istədikləri yerdə, istədikləri sahədə özlərini inkişaf elətdirə bilərlər. Sual versəniz ki, dünyada ümumiyyətlə nə qədər insan işləyir sənaye mühəndisliyi sahəsində və hansı sahələrdə işləyirlər? Mən deyə bilərəm ki, xidmət sahəsində işləyən insanların sayı, sənaye mühəndislərinin sayı istehsalatda işləyən sənaye mühəndislərinin sayından daha çoxdur. Çünki biz həyatımızın 98%-ni xidmət sahəsi ilə üzbəyüzük. Və əsas məsələ də nədir? Başda da dediyim kimi, tərifdə verdiyim kimi, insan və insana verilən dəyər insanın daha rahat, daha gözəl, daha komfortlu bir həyat tərzini sürə bilməyi üçün hər şey ona fokuslanıbsa, xidmət sahələrinin də əsas məqsədi nədir? İnsanlara xidmət edirik. Çünki bu üzbəüz olan bir münasibətdir. Ona görə də bu istiqamətdə işləyən insanların sayı daha çoxdur. Ətraflı cavab üçün minnətdaram. İstərdim ki, hazırda biz tələb durumundan danışaq. Hal-hazırki dövrdə tələb durumu nə səviyyədədir və gələcəkdə bu nə cür dəyişə bilər? Xüsusilə də burada süni intellekt məqamı var ki, bildiyimiz kimi 21-ci əsr qloballaşma dövründə süni intellekt günü-gündən daha da çox inkişaf edir, texnoloji dövrdə yaşayırıq. Və süni intellektin təsirləri sənaye mühəndisliyinə nə cür ola bilər? Mənfi, müsbət olaraq görürsünüzmü bunu? Ümumiyyətlə, bir zamanlar dedilər ki, robotlar gələcək və insanların artıq işə ehtiyacı olmayacaq və əksər mühəndislərin də işi yox olacaq. Amma düşünmədik ki, hər bir
robot və ya belə deyək də, yeni bir texnologiya mütləq şəkildə bizim müəyyən addımlarda işimizi daha da rahatlaşdırır. Misal üçün Amerikada aparılan tədqiqatlara görə növbəti 25-35-ci illərdə sənaye mühəndislərinə olan tələbin 15% daha artacağı gözlənilir. Bu bir tədqiqatın nəticəsidir. Avropada da həmçinin. İndi 4-cü sənaye inqilabından danışırıq. Hər kəs bunu bilir. Yəni rəqəmsal transformasiyadan danışırıq, daha çox texnologiyaların istifadəsindən danışırıq. Bu da onu göstərir ki, söhbət bizim tələblərimizin azalacağına deyil, tərsinə süni intellekti hansı sahələrdə necə istifadə edəcəyimiz vacibdir. Biz burada tutalım danışırıq ki, nə olacaq? Optimallaşdırmadan danışırıq və sistem analizindən danışırıq. Sistem analizi çox çətin verən bir prosesdir. Yəni analiz etmək bacarığı hər insanda yoxdur. Situasiyanı görmək, təhlil etmək, daha sonra o təhlilə görə nəticələr çıxartmaq, bunun zəif və güclü tərəfini görə bilmək, daha sonra o zəif tərəflərə görə o sistemin yaxşılaşdırılması üçün addımlar və alternativlər təqdim etmək, bunlar hamısı ciddi mənada o critical thinking məsələsi deyirik. Bunu özündə ehtiva edən bir faktordur. Və bunu edə bilmək üçün də, bu bacarıqları yiyələnə bilmək üçün də bizim fərqli alətlərə ehtiyacımız var. Biri var ki, siz sistemin analizini 3 ay aparasınız. Bir də var, əlinizdə hər hansı bir süni intellekt aləti var ki, siz ondan istifadə edə bilirsiniz və süni intellekt aləti sizə bunu bir həftədə edir verir. Və ya tutalım ki, 1 saatdə edir verir. Niyə də olmasın? Mənim işimi asanlaşdıracaqmı? Asanlaşdıracaq. Ona görə də eyni zamanda Azərbaycanı da götürsək ki, tələbləri nəzərə alaraq, əgər hər sahədə işləyə biliriksə, hal-hazırda bilirsiniz ki, sənaye inqilabı baş verirsə, burada biz texnoparklar qorunur, sənaye üzrə fərqli bizdə istiqamətlərdə işlər görünür. Hal-hazırda logistika üzrə baxırsınız ki, bilirsiniz ki, Zəngəzur dəhlizi tikilir, dəniz ticarəti ilə əlaqəli olaraqdan fərqli istiqamətlərdə işlər görülür. Bu da deməkdir ki, Azərbaycanda da bu istiqamətə, bu sahəyə olan tələb artacaq. Texnoparklardan danışdığımız zaman hər hansı bir texnoparkları Azərbaycanda, ölkəmizdə misal kimi göstərə bilərsinizmi? Bəli, hal-hazırda Sumqayıt Sənaye Kimya Texnoparkı bu istiqamətdə fəaliyyət göstərdi. Daha sonra Pirallahı bildiyim qədərilə bir sənaye istiqamətində texnoparklar var ki, və artıq Gəncə və o istiqamətlərdə də müəyyən istiqamətdə geniş şəkildə olan texnoparklar öz fəaliyyətlərini davam etdirəcəklər. Amma bunu da qeyd etmək lazımdır ki, ali məktəblərin nəzdində də hal-hazırda texnoparklar fəaliyyəti göstərir ki, bu kiçik bizneslərin, startapların, yeni ideyaların biznesa çevrilməsində düşünürəm ki, tələbələr üçün də, müəllimlər üçün də çox yaxşı bir fürsətdir. Texnoparklar bizim universitet sənaye işbirliyimizin göstəricisidir və sənaye istiqamətində və texniki sahələrdəki olan ali təhsil müəssisələrinin də bu istiqamətdə artıq kifayət qədər işlər görürlər ki, buna Bakı Mühəndislik Universitetini də göstərmək olar, buna Texniki Universiteti də göstərmək, Azərbaycan Texniki Universitetini də göstərmək olar ki, hal-hazırda texnoparklar, texnoloji transfer ofisləri qurulur və bu istiqamətdə sənaye ilə də, yəni iş dünyası ilə də böyük addımlar atılır ki, müqavilələr bağlanır və fərqli istiqamətdə sifarişlər alınır. Onu da qeyd edeyim ki, ümumi olaraq ali məktəblərdəki tələbdən danışdıq biraz öncə. Ali məktəblərdə də hal-hazırda dövlət sifarişi ilə oxuyan və sənaye mühəndisliyi sahəsində oxuyan tələbələrin sayı ildən ilə artır. Minnətdaram. Bir sual da vermək istərdim ki, bu sahədə çalışan şəxslər, məzunlar, tələbələr özlərini hansı yollarla inkişaf etdirə bilər? Burada kitabları, filmləri, şəxsi inkişaf imkanlarını və digər layihə təlimləri hansılarını misal çəkə bilərsiniz? Çox gözəl, təşəkkür edirəm. Ümumiyyətlə, hansı sahə olursa olsun, əgər insan oxumağı və öyrənməyi buraxırsa, o artıq qocalıb deməkdir.
və hansı sahədə olursunuzsa öz olun. Yəni bu sahə üzrə davamlı olaraq biz bu hal-hazırda qəşəng sözlər var. Lifelong learning, ömür boyu təhsil. Universiteti bitirdim və bununla da iş bitdi. Təəssüflər olsun ki, belə deyil. Xüsusilə də sənaye və mühəndislik sahələri, idarəetmə sahəsi də olsun, müəyyən bir ildən bir elə yeniliklər çıxır ki, siz məcbursunuz ki, onları öyrənəsiniz. Əks halda siz geri qalacaqsınız. Və əgər siz tələb olunan bir mütəxəssis olmaq istəyirsinizsə, əlbəttə ki, hal-hazırda ən moda olan sahələrdən biri var, project management, layihələrin idarə olunması. Və bu sahə üzrə mənə elə gəlir ki, elə bir sahədə insan yoxdur ki, bunu öyrənməsin. Amma mən düşünürəm ki, sənaye mühəndislərinin bəlkə də ən təməl öyrənəcəyi və özlərini bu istiqamətdə yetişdirəcəkləri sahədir. Və bu bilik və bacarıqlarını sırf layihə idarə olunması istiqamətində gücləndirilməlidirlər. Bu birincisi. İkincisi, bizim çox tez dediyimiz Six Sigma sertifikatları. Bu da keyfiyyət idarə etməsi ilə əlaqəlidir və bu sadəcə olaraq xidmət istehsalat sahələrindən deyil, eyni zamanda hal-hazırda xidmət sahələrində də çox tətbiq olunur. Bir digəri isə keyfiyyət idarə etmə məsələləridir ki, hal-hazırda dünyada hər bir şey bilirsiniz ki, hansı istiqamətə gediriksə gedək, keyfiyyət faktoru haqqında danışılır. Və sənaye mühəndislərinin də ən birinci üzərində duracaqları məsələlərdən biri keyfiyyətin idarə olunmasıdır. Keyfiyyət idarə etmə istiqamətindəki alacaqları sertifikatlardır. Buna ISO sertifikatları girir və bunun istiqamətində fərqli. Bundan başqa nə etməlidirlər? Düşünürəm ki, biz sistem analizlə danışdıqsa, optimallaşdırmadan danışdıqsa, bu deməkdir ki, bu istiqamətdəki onlara dəstək olacaq statistikanı çox yaxşı bilməlidirlər. Ümumiyyətlə, hansı sahə olursa olsun, mənə gəlir ki, statistika hər kəsə lazımdır və big data dediyimiz bir anlayış var. Yəni, böyük datalarla işləyə bilmək bacarığı da bu vacib bir nüansdır. Bu istiqamətdə özlərini yetişdirməlidirlər. Bu istiqamətdəki olan proqramlardır, SQL-dır və bundan bənzər fərqli proqramlar var ki, onları öyrənməlidirlər və özlərini inkişaf etdirməlidirlər bu sahədə. Və əlbəttə ki, biraz öncə dediyimiz kimi, hal-hazırda biz proqramlaşdırma dilləri vacib nüansdır. İndi ən balaca və körpələrimizə baxsaq belə, artıq 6-7 yaşında uşaqlar belə proqramlaşdırma dillərini öyrənirlər və analiz etmə bacarığı olan, təhlil etmə bacarığı olan insanlar da əlbəttə ki, hər hansı bir proqramlama dilini öyrənməlidirlər. Bundan başqa isə ən çox üzərində durduğum məsələlərdən biri də hər yerdə professional etika məsələsidir. Düşünürəm ki, yaxşı bir mühəndis mütləq şəkildə öz sahəsinin bilik və bacarıqlarına uyğun müəyyən o qayda və qanunları da, etik normaları da bilmək məcburiyyətindədir və özlərini də bu şəkildə yetişdirməlidirlər. Minnətdarım. Kitab və film olaraq misal gətirə biləcəyiniz nümunələr var? Var. Kitab, əslində bu istiqamətdə kitablar çoxdur. Amma mənim ən çox sevdiyim kitab Henry Fordun kitabıdır, My Life and Work. Bu kitab maraqlı bir kitabdır və düşünürəm ki, bir çox sənaye mühəndisinə də dəstək olacaqdır. Daha sonra Essential for Industrial Engineering deyə kitablar var. Yəni, sənaye mühəndisliyin əsaslarını qoya biləcək kitablar var. Bu istiqamətdə də onlara köməklik göstərəcəkdir. Əslində, film deyəndə o qədər fərqli filmlər var ki, baxdığımda və ümumiyyətlə, filmləri də, yeni çıxan filmləri də həmişə baxıb analiz edirik də hamımız. Elə bir film yoxdur ki, orada hansısa bir analitik düşüncə və analizi görməyəsiniz. Misal üçün, ən son filmləri deyə bilərəm, Oppenheimer. Yəqin ki, hamınız baxmısınız bu filmə. Və Oppenheimer'ın özü belə bir sistematik yanaşmanın və nəticəni göstərən bir filmdir. Ona görə hər birinin düşünürəm ki, bu filmə baxmağa dəvət edirəm. Müəyyən qədər özlərini bu istiqamətdə və elmi filmlərin bir çoxu da bu filmlərlə bərabər görürük ki, hamısının müəyyən o istiqamətdə sizə verə biləcəkləri nüanslar var. İdarə etməklə əlaqəli maraqlı filmlər var. Misal üçün, Walt
Disney səhv eləmirəmsə, McDonald's-ın hekayəsi haqqında çəkilən bir film vardı. Adını unutmuşam. Bax, o da çox maraqlı bir filmdir. O da sırf sənaye mühəndisləri ilə əlaqəli ola bilər. Təşəkkürlər. Bəs ixtisas üzrə yayılmış miflər, yəni doğru bilinən yanlışlar. Bəli. Mən də bunu çox sevirəm bu sözü. Elə birinci qeyd eləyərdim ki, sənaye mühəndisi adı gələndə hamı elə bəs deyir ki, fabrikdə işləmək lazımdır. Yəni bu bir mifdir. Yəni belə bir şey yoxdur. Tərsinə, sənaye mühəndislərinin çox az bir qismi fabrik və zavodlarda işləyir. İkincisi isə ən belə məşhur olanlardan biri nədir? Sənaye mühəndisləri iş tapa bilməzlər və çox az şəxs iş tapa bilir bu istiqamətdə. Belə bir şey yoxdur və sahəsi dardır deyə düşünənlər də var. Mən tərsini düşünərəm yenə də ki, belə bir şey yoxdur və istədiyiniz sahədə işləyə bilərsiniz. Və digər bir məsələ də nədir? Hər kəs düşünür ki, bu sırf texniki sahədir. Qətiyyən belə deyil. Tərsinə planlaşdırma, idarəetmə olduğuna görə bu daha çox idarəetməyə daha yaxın olur, nəinki sırf belə deyim texniki tərəfə. Sadəcə olaraq üstünlük ondadır ki, bir idarəçi olaraq siz texniki bilik bacarığınız digərlərindən daha üstün olur. Bunu da qeyd edə bilərik. Təşəkkür edirəm. Bəs ixtisasın ən çətin yönü? Burada rastlaşa biləcəyimiz maneələr nədir? Buradakı ən böyük maneə odur ki, çox şaxəlidir. Yəni siz biraz öncə dediyimiz kimi texniki fənləri bildiyiniz qədər idarəetmə sahəsini də öyrənmək məcburiyyətindəsiniz. Və bu ikili demək, üçlü, dördlü bəlkə də fərqli istiqamətlər var ki, misal deyim sizə, yəni sənaye mühəndisliyin keçdiyi dərsləri əgər baxsanız, bir tərəfində durur sırf texniki sahə, fizika, müqavimət, statistika, dinamika, ölçmə, daha sonra statistika, ehtimal və statistika. Yəni baxdığınız dəyərlə daha çox rəqəmsaldır. Bir digər tərəfinə baxsanız amma insan resurslarının idarə olunması, idarəetmə əsasları, planlaşdırmanın əsasları, layihə idarə olunması, keyfiyyətin idarə olunması, etika dərsləri və s. və ilə axır. Yəni gördüyünüz kimi çox fərqli zidd sahələr görsənir insana, amma düşünün ki, bunun yanında siz maliyyə mühasibatını da öyrənirsiniz. Daha sonra sistem analizi dərsini keçirsiniz, optimallaşdırma sahələrini öyrənirsiniz, tədqiqat sahələrini öyrənirsiniz. Bunlar hamısı ergonomika. Ergonomika sözünü ən çox bəlkə də biz ilk dəfə sənaye mühəndisliyində eşitdik. Çünki ergonomik faktorlar bizim həyatımızın hər yerindədir. Yəni elə bir sahə yoxdur ki, orada ergonomika olmasın. Oturduğunuz divandan tutmuş, evinizdə, çöldə, bayırda, əynimizdəki geyimimizə qədər hər şeyin ergonomikasından danışırıq. Əlimizdə tutduğumuz mobil telefondan istifadə etdiyimiz eynəyə qədər. Və düşünün ki, bu sahə sənaye mühəndisliyin içərisindəki ən vacib və ən maraqlı sahələrdən biridir. Yəni bunların vəhdətini bir yerdə görmək təbii ki, bir növ insana çətin gəlir. Amma eyni zamanda siz məlumatlı olduğunuza görə artıq siz getdiyiniz bir yerdə hər şeyi bu istiqamətlərdə analiz eləməyi bacarırsınız. Tələbələri tez-tez zavodlara, fabriklərə aparır və 3-cü kurs tələbələri artıq ergonomikanı keçəndən sonra zavodlara gedən kimi oradakı səs-küy daha yüksək olduğuna görə həmişə gedən kimi birinci dedikləri məsələ nədir? Bura ergonomik deyil, çünki çox səs var. Normal insanın duya biləcəyi desibel səsindən daha yüksəkdir deyə. Biz də izah eləməyə çalışırıq ki, bəli, bax, məsələ də bundadır ki, sənaye mühəndisi burada ortaya çıxır ki, biz bu faktorları görürük və bu faktorları necə aradan qaldıra bilərik? Necə edə bilərik ki, daha az səslə insanın qulaqlarına rahatsız etməyəcək şəkildə olsun və ya tutalım ki, havalandırma sistemi necə olmalıdır və ya tutalım soyutma, isitmə sistemi necə olmalıdır ki, insanlar daha rahat bir şəraitdə işləyə bilsinlər. Bax, sənaye mühəndislərinin ən böyük faktoru budur. Digərsi nədir? Məlumatları təhlil və statistika. Bu bacarıqlarının güclü olmalıdır. Niyə? Çünki biraz öncə dediyim kimi hər şey analizin üzərinə durur. Sizin biliyinizin çox olmağı və geniş olmağı sizə eyni zamanda da fürsət verir ki, siz fərqli sahələrdə onları görüb, analiz edib, təhlil edib nəticə çıxarda biləsiniz.
Bu da vacib nüansdır. Və ən vacibi, həmişə dediyimiz bir şey var, kommunikasiya. Sənaye mühəndisi elə bir yerdədir ki, həm idarə etməklə işləyir, həm də ki, belə deyək də, fabrik, zavod çərçivəsindəki olacaq fərqli insanlarla işləyir. Ona görə də çox yaxşı kommunikasiya bacarığı olmalıdır. İnsanları inandırmağa bacarmalıdır və liderlik xüsusiyyətləri də yüksək olmalıdır ki, bu istiqamətdə özünü sübut etməyə bacarsın. Təşəkkür edirəm. Bəs ixtisası seçmək istəyən və ya bu ixtisas üzrə artıq təhsil alan tələbələrə hansı tövsiyələr verərdiniz, nəyə məsləhət görərdiniz? Mən ümumiyyətlə düşünürəm ki, ali təhsildə, müəssisədə biz hansı sahədə oxuyuruqsa oxuyaq, müəyyən bacarıqlar var ki, o bacarıqları bir tələbə, bir məzun qurtardığı zaman özündə əks etdirməlidir. Sahəsindən asılı olmayaraq. İstəyirsiniz mühəndis olun, istəyirsiniz dilçi olun, istəyirsiniz hüquqşünas olun. Amma müəyyən bacarıqlar var. Bunlardan birincisi tədqiqat etmək bacarığıdır. Yəni, doğru şəkildə, doğru məlumatı hardan əldə edəcəyimi və onu necə istifadə edəcəyimi bilməliyəm. İkincisi, mənə görə kommunikasiya bacarığıdır. Həmişə deyirlər ki, mühəndislər danışa bilmir. Həqiqətən də belədir. Yəni ki, böyük əksəriyyət baxdığınız zaman özünü ifadə etməyə bacarmır. Amma düşünün ki, dünyadakı bütün yeniliklər, texnoloji yeniliklər olsun, ümumiyyətlə mühəndislik sahələrindən gəlir, deyilmi? Yaxşı. Mən özüm istehsal və icad etdiyim bir məhsulu kiməsə təqdim etməliyəmsə, mən qarşımdakı insanı inandırmağa bacarmalıyam buna. Bu deməkdir ki, mənim kommunikasiya bacarıqlarım o qədər gözəl olmalıdır ki, eyni zamanda texniki tərəfdən həyata keçirdiyim və əldə etdiyim məhsulu başqalarına sata bilim, belə deyək də, və təqdim etməyə bacarım. Demək ki, kommunikasiya bacarıqları vacibdir. Və üçüncüsü, liderlik bacarıqları. Mənə elə gəlir ki, elə bir sahə yoxdur ki, bu lazım olmasın. İnkişaf etdirən, özünü üzərində işləyən bir insan mütləq şəkildə bu istiqamətdə özünü yetişdirməlidir. Digəri isə dördüncü olacaq, bu dil bacarıqlarıdır. İnkişaf etmək istəyirsinizsə, mütləq şəkildə xarici dil öyrənməlisiniz. Sənaye mühəndisliyi üçün vacib dillərdən biri ingilis dilidir. Texniki ingilis dilini bilməlidir. Çünki yeniliklər hər il fərqli dəyişikliklər var, hər il yeniliklər var və siz bu yenilikləri görə bilmək üçün, bu yenilikləri təqib edə bilməyiniz üçün mütləq şəkildə dil öyrənməlisiniz. Əks halda siz gözləməlisiniz ki, kimsə sizdən ağıllı biri çıxacaq və gəlib bunu tərcümə edəcək sizin ana dilinizə və daha sonra siz onu öyrənəcəksiniz. Burada da artıq məlumatın gecikdirilməsi olacaqdır. Siz bunu öyrənincəyə qədər başqa bir yenilik ortaya çıxacaq. Ona görə mütləq şəkildə də dil bacarıqlarını inkişaf elətdirməlidirlər. Və ən vacibi də nədir? Hal-hazırda süni intellekt həyatımızın hər yerindədir və bu deməkdir ki, proqramlaşdırmadır və süni intellektdir. Bu alətlərdən necə istifadə edəcəyik, bunları yaxşı öyrənməliyik. Çünki bu artıq zamanın, günün tələbidir. Və bu məsləhətim sadəcə sənaye mühəndisləri üçün deyil. Bütün sahələrdə oxuyan gənclər üçündür. Dəvətimizi qəbul edib gəldiyinizə görə minnətdaram. Eyni zamanda dəyərli fikirlərinizi bölüşdüyünüzə görə təşəkkür edirəm. Əziz izləyicilər, ümidvarıq ki, izləmək sizin üçün xoş oldu və məlumatlandırıcı oldu. Növbəti görüşlərdə görüşənədək sağ olun.